Dostlar, salam, hər vaxtınız xeyir. Olduğu kimi podkastına baxırsınız. Mən Zülfiyə. Bugünkü qonağımız İnam Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq xanım Abdullayevadır. Təşəkkür edirəm. Sizi görmək çox xoşdur. Məndən də. Necəsiniz, işləriniz Təşəkkür necədir? edirəm, minnətdaram. Şükür, hər şey çox yaxşıdır. Dəvətiniz üçün çox minnətdaram. Necə gedir işlər? Şükür, hər şey Çoxmu yaxşı. psixologiyası pozulanlar var? Bəli. Belə bir mövzuda başlayaq sizinlə. Bizim coğrafiyamızın təməl mental problemləri var. Bəli. Hər ailədə bir problem olsa, iki problem olsa da, yəni ortaq hamını birləşdirən bəzi problemlər var. Bəli. Din, mentalitet, böyüklərlə aramızda olan münasibət, bu tip mövzular bizim psixologiyamızda nə kimi mənfi təsirlər göstərib? Təşəkkür edirəm sualın üçün. Çox maraqlı və geniş bir sualdır. Özlüyündə bildirmək istəyirəm ki, nə din, nə də mentalitet özü-özlüyündə bir problem deyil. Amma bəli, bəzi hallarda problemə səbəb ola bilər. Hansı hallarda? Əgər bunlar bizim özümüzü tanımağımıza, öz daxili səsimizi susturmağımıza, bastırmağımıza səbəb olarsa, bəli, problem ola bilər. Çünki mən seanslarımda çox tez-tez rastlaşıram və müraciətlər əsasən buna görə olur ki, mən filan şey etdim, görürsən səhv etdim, yoxsa düz etdim. Axı belə olmalıdır, filan şeyə görə belə etmək lazımdır, mütləq. Bu zaman soruşuram ki, bəs sən nə düşünürsən? Bəs sən nə hiss eləyirsən? Ki, bu doğrudur, yoxsa yanlış? Orada artıq onun öz fikirləri və öz düşüncəsi olmur. Çünki artıq bu mütləq hansısa bir çərçivələr olub və insan da özünü tapmadan həmin o düşüncələri özünə götürüb. Təbii ki, bu bizim bastırılmış duyğularımıza, bastırılmış aqressiyamıza, daha sonra cəmiyyətdə ikili maska dediyimiz, yəni ikili rol oynamağımıza, qurban roluna, məsəl üçün o böyüklərə hörmət falan dediniz, bəli, çox gözəl, amma bəzən bu sərhəddi pozmağa səbəb olur. Hansı ki, sağlam sərhədlər qoymamıza problem olur. Deməli, bəli, insanlar buna görə özgüvənli olmaqda, sərhədlərini sağlam qoymaqda, bu kimi dediyimiz problemlərə görə problem yaşayır. Müraciət eləyir və uzun-uzun seanslardan sonra öz iç səsini, öz mənini tapır ki, mən kiməm və mən əslində nə istəyirəm. Burada başlayır hər şey. Və bu da dərin bir əslində üzləşmə, dərin bir psixoterapiya və çox çətin olur. Bəzən buna görə pasientlərim seanslara yarımçıq da qoyurlar. Çünki üzləşdikdə başa düşür ki, bəlkə sən demə mən bu vaxta qədər səhv yaşamışam. Sən demə mən bu vaxta qədər heç bu düşüncə və bu davranış heç mənə aid olmayıb. Bu mənə hansısa cəmiyyətdən, yəni mental və yaxud da hər hansısa bir təriqətdən gələn bir inanc və davranışdır. Və buradan sonra başlayır. Şəxs ya üzləşməkdən qorxub qaçacaq və davam edəcək eyni komfort zonasındakı ssenarilərinə, ya da ki, özünü tapıb, öz yeni düşüncə, öz yeni inanclarını gətirərək daha sağlam şəkildə həyatına davam edəcək. Və mən deyərdim ki, bu ikinci tip əslində cəmiyyətə daha faydalıdır, nəinki o birinci tip. Və onu seçən çox insan olmur. Bəli, çox az o yerə insan çatanda olur, çünki qaçır. o çətin bir mərhələdir. Onu həqiqətən qəbullanmaq. Çünki orada ego işə düşür və insan həzm edə bilmir, qəbul edə bilmir ki, yox, mən bu vaxta qədər sən demə səhv düşünmüşəm və səhv etmişəm. Düzdür. Sonra elə uşaqlığımızdan belə bir sualla davam eləmək istəyirəm sizinlə. Adətən belə bir deyim var ki, yetişkin yaşda, böyük yaşda verdiyimiz qərarların çoxu bizim 7 yaşa qədər yaşadığımız hər hansısa bir təcrübə, şahid olduğumuz hər hansısa bir hadisənin nəticəsi olaraq şüuraltımızın verdiyi qərarlardır. Bu haqqda nə deyə bilərsiniz? Bəli, bəli. Bu deyim də çox var. Hətta dini mənbələrdən də var ki, belə bir hədis var ki, bildirir ki, bəli, 7 yaşa qədər insan sanki gördüklərini, hər şeyi xurcun kimi öz belə xurcuna, yəni çiyinə toplayır və bir ömür boyu o xurcundan qidalanır. Eyni şəkildə bəli, psixologiyada da, psixoanalitikada da və bildirilir ki, 0-7 yaş arası əslində uşağın teta dalğasında olduğu bir dövrdür. Yəni orada bəli, bütün beynin proqramları, sxemləri, bağlanma formaları, o hər şey düşüncə və inanclar sistemi hər şey formalaşır. Amma bu o demək deyil ki, bu hər zaman belə qalır. Çünki yetkinlik yaşına çatdıqda hər birimizin şansı və fürsəti olur ki, biz onu dəyişək.
Yəni nə yaşamış olursunuz olun uşaqlıqda. Bəli, o sizin gələcəyinizə təsir edəcək. Amma o demək deyil ki, siz ömür boyu yaşayacaqsınız. Məsəl üçün misal çəkə bilərik ki, çox zaman biz bunu münasibətlərdə görürük. Əgər uşaq sevgini uşaqlıqda elə drama kimi anlayıbsa, elə sonradan da bir artıq münasibətində olan bir dramanı artıq sevgi kimi başa düşə bilir. Ona görə münasibətlərdə bu xüsusən çox yansıyır, bağlanma stillərimizi formalaşdırır. Sevgi dili. Bəli, bəli, onu formalaşdırır. Amma yenə dediyim kimi hər zaman şans və fürsət var. Yəni nəsə demək deyil uşaqlıqda yaşadıqlarımız. Çox. Doktor, sevgi dili dedik. Bu Bəli. bizim yetkinlik yaşında formalaşan sağlam münasibət və yaxud da ki, asılı münasibətə də gətirib çıxardır. Bəli. Burada biz necə başa düşə bilərik ki, bizim partnyorumuzla olan münasibətimiz hansı sevgi dili üzərində qurulub, asılı münasibətdir, yoxsa həqiqətən sağlam münasibətdir? Bu keçiddə sərhəd hardadır? Təşəkkür edirəm. Bu da maraqlı sualdır. Münasibətlər ümumiyyətlə qlobal hər zaman aktual olan bir problemdir bütün dünya üzrə və ümumiyyətlə gəlin sağlam münasibətlə sağlam olmayan münasibətin fərqlərini deyək. Baxın belə deyə bilərik. Sağlam sevgi insanı böyüdür. Sağlam olmayan sevgi isə insanı kiçildir. Sağlam sevgidə insan özünü tapır. Özünü yəni itirmir. Amma sağlam olmayan münasibətdə isə insan özünü itirir və artıq özü olmur, qarşı tərəf olur. Sağlam bağlılıqda sevgi olur. Əgər bir münasibətdə qorxu varsa, itirmək qorxusu, tək qalmaq qorxusu və yaxud da qısqanclıq kimi bu kimi qorxular varsa, artıq biz bildiririk ki, bu sağlam bir münasibət deyil. Çünki sağlam bir münasibətdə sağlam sərhədlər olur və güvən ən əsas olur. Buna diqqət etmələri lazımdır. Daha sonra gələk sevgi dilində. Bəli, hər insanın sevgi dili çox fərqlidir. Xüsusən bu qadınlarda və kişilərdə çox məsəl üçün fərqlənir. Biz bilirik ki, kişi daha çox rasional varlıqdır, qadın isə emosional varlıqdır. Amma hər iki tərəfdə bunu görürük ki, öz gözlərindən baxırlar. Məsəl üçün mənim sevgi şəklim sözləndirsə, mən elə bilirəm ki, hamı da belədir. Sonra qarşı tərəfdən bunu gözləyirəm və bunu ala bilməyəndə çox məyus oluram. Bəlkə də o qarşı tərəf o sevgini mənə sözlə deyil, başqa formalarda verir. Sadəcə mən o başqa forma mənə yad olduğu üçün, tanımadığım üçün bilmirəm və ancaq öz belə deyək də istiqamətimdən baxıram. Biz bu halda deyirik ki, yəni ola bilər ki, sənin istədiyin, arzuladığın formada almırsan sevgini. Amma bəlkə bax gör başqa formalarda alırsan, çünki hər kəsə görə bu fərqlidir. Heç bir formada almırsansa, o zaman biz deyirik ki, yəni burada alma-vermə balansı pozulur, bu doğru olmaz. Amma başqa formalarda alırsansa və biraz burada empatiya qurmaq lazımdır, qadın-kişi psixologiyasını bilmək lazımdır. Biz istər qadın olaq, kişi olaq, özümüzlə müqayisə aparmamalıyıq. Qarşı tərəfin yerinə özümüzü qoyuruq. Dediyim kimi, biraz qadın-kişi psixologiyasından maraqlanırıq ki, bəli, onlarda sevgi dili fərqlidir. Amma öz sevgi dilini bilməyən insanlar belə var. Bəli. Qarşı tərəfi necə biləcək? Bəli, nevrotik münasibətlərdə xüsusən biz bunu görürük ki, orada artıq tələb olur, aşırı kontrol olur ki, bu belə olmalıdır. Yəni sən bunu mənə bu şəkildə göstərməlisən, ancaq belə çərçivələr, qayda, yenə də qanun, malı, məli şəkillər ümumiyyətlə biz bilirik ki, bu doğru bir şey deyil. Yenə də qayıdırıq o əvvəldəki verdiyin suala. Çox güman ki, bu malı, məlilər kişi belə olmalıdır, qadın belə olmalıdır. Çox zaman o mental bəlkə də dəyərlərdən gəlir ki, bu gün artıq həmin o qadın da kişi fikirləşir ki, o belə etməlidir. O mütləq, yəni məcburdur sanki, yəni borcludur sanki. Hətta bura qədər girir sevgi şəkilləri. Amma birinci bəli özümüzü təbii ki, tapmalıyıq, sevgi şəklimizi bilməliyik. Ən yaxşısı bunu partnyorla danışmaqdır ki, yəni həmin şəxsin gözləntisi. Çox qəribə bir şeydir ki, partnyorlar öz aralarında bunu danışmırlar. Oturub bellərində qururlar və gözləyirlər. Yəni qarşı tərəf necə onu bilsin, necə hiss edə bilsin, yəni beyninin içini necə oxuya bilsin ki, düzdürmü? Və bu zaman nə baş verir? Psixologiyada frustrasiya dediyimiz bir hal baş verir ki, qadın tamamilə başqa cür gözləyir, arzu eləyir, gəlir tamamilə başqa şeylə qarşılaşır. Və eyni zamanda qarşı tərəf. Eyni zamanda da qarşı tərəf. Bu zaman nə yaranır? Bastırılmış duyğular, aqressiya içəridə yaranır. Hər dəfə başqa cür arzuluyur, gözləyir, gəlir tamamilə başqa şeylə qarşılaşır. Belə və içində o aqressiya bir müddətdən sonra kədərə, məyusluğa dönür və artıq içinə insan qapanır və belə depressiyaya qədər hətta bu gedir. Və cüzi bir hadisədən o qədər, yəni partlama yaşayır. Qarışqanı dəvə eləyib,
yəni evliliyin sonlanmasına kimi gəlib çıxır. Bəli. Deməli ən başda gəldi bu gözlənti məsələsinə ki, bu çox individual bir məsələdir. Hər kəsə görə fərqli olan bir məsələdir. Standart belə bir şablon yoxdur ki, biz deyək ki, qadın və yaxud da kişi belə dedə belə olmalıdır deyə. Bəli, çox individualdır. Kimə yəni necə rahatdır, xoşdur, yəni elə də danışır, belə də ünsiyyətini, münasibətini davam etdirə bilər. Və ən əsası gözlənti olsa da, olmasa da, hər hansısa bir narazıçılıq olsa da, olmasa da, qarşı tərəflə bunu danışmaq. Bəli. Yəni o ən azından falçı deyilsə, bilməyəcək ki, əlbəttə bilməyəcək. Nəyə görə nə baş verir. Bəli, tamamilə doğrudur. Əslində mən belə bir müşahidəm var ki, pandemiya dövründən sonra Bəli. həm münasibətlər, həm ümumilikdə, yəni ki, dünyanın quruluşu dəyişdi də, yəni ki. Sizcə həmin dövrdə hədsiz dərəcədə karantində qalmağımızmı buna səbəb oldu? Təkliyə çəkilməyimizmi səbəb oldu? Yəni pandemiyadan əvvəlki bir dünya var, bir də postpandemiya dünyası var. Sizcə burada nə baş verdi? Bəli. Bu da maraqlı bir mövzudur. Təəssüf ki, çox toxunulmur bu mövzuya, amma düşünürəm ki, bu çox əslində toxunulması lazım olan bir mövzudur. Ümumiyyətlə pandemiya, kütləvi olaraq bizə bir travma yaşatdı. Təbii ki, kütləvi travmada fərdi travmaları daha da tətiklədi, yəni daha da oyatdı. Və burada iki bir şey yarandı. Bəli, o qapanma bəzi insanları daha da dərinləşdirdi. Bəzi insanlarda isə əksinə daha da qorxu yaratdı. Məsələn, insanlar daha da dərinləşdi deyəndə özlərinə qapanıb və özlərini sorğu-sual, öz dəyərləri üzərinə daha da düşündülər. Amma bəzilərində isə o təşviş pozuntusu, ölüm qorxusu, aşırı təmizlik, kontrol bunları daha tətiklədi. Hələ də o dövrdən, yəni qalan o travmadan hələ də şəxslər seanslarına davam etdirirlər. Hələ də biz bu problemlə işləyirik. Çünki bəli, ciddi şəkildə təşviş pozuntusuna səbəb oldu. Və təbii ki, bizi daha çox onlayn münasibətlərə bağladı. Artıq biz və bu onlayn münasibətə bağlanan insanlar və hələ də bəlkə bu gün də sosial münasibətlərdə çətinlik çəkirlər. Sosial ünsiyyətlərində özlərini ifadələrdə çətinlik çəkirlər. Dediyim kimi, müsbət tərəfləri də oldu ki, bəli, bizdə o onlayn şəkildə ünsiyyəti münasibəti artırdısa, amma eyni şəkildə də mənfi tərəfləri də oldu. Yenə də hər şəxsə görə dəyişir, amma mən deyərdim ki, mənfiləri daha çox oldu. Xüsusən belə insanlar artıq orada güclü bir təşviş keçirdilər ki, orada hər an ölüm ola bilərdi. Hər an sabah olmaya bilərdi. Olmaya bilərdi, bəli. Qısıtlanma, ən çox qısıtlanma yaşandı. Yəni heç vaxt hər hansısa bir dövlət qurumu tərəfindən evə kilitlənməmişdik. Pandemiyada o da oldu. SMS-lə çölə çıxmaq icazəsi. Yəni heç biri öyrəşmədiyimiz şeylər idi deyə. Bəli. Hamıya necəsə təsir elədi. Bir də doktor, o dövrdən sonra ən çox eşitdiyimiz travmadır filan, bunların hamısı, yəni ora qədər də eşitdiyimiz psixoloji terminlər idi. Pandemiyadan sonra bir də DHB deyilən bir şey daha çox belə aktuallaşdı. Diqqət əksikliyi və hiperaktivlik pozuntusu. Əslində bu bir çox insanda var. Necəsə az da olsa hansısa xüsusiyyətlərini daşıyırlar, amma deyirlər ki, yəqin təbiətin budur, xislətin budur, insan olaraq buyam. Amma bu belə deyil, dostlar, bu bir sindromdur. Bəli. Bu nədən yaranır? Necə yaranır? Genetik olaraqmı keçir insana, yoxsa yaşadığımız hər hansısa bir travmalar, hadisələr nəticəsində yaranır? Və bu nədir? Birinci bundan danışaq. Bir də ondan sonra münasibətlərə bu sindromun təsiri. Bundan istəyirəm siz biraz danışasınız. Çox təşəkkür edirəm bu mövzuya toxunduğunuz üçün ümumiyyətlə. Çünki günümüzdə dediyiniz diqqət əksikliyi və hiperaktivlik pozuntusu ancaq uşaqlara aid edirlər. Sanki bu uşaqlarda olur, amma bu yetkinlərdə özünü çox göstərir və dünyada əslində bu çox məşhur bir sindromdur və təəssüf ki, bizdə hələ də bu inkişaf etməyib. Hətta mən deyirəm ki, 90% insanlarda var. Hətta açıq və səmimi etiraf etmək istəyirəm, çünki egodan biraz kənar olmaq istəyirəm. Bu mənim özümdə və mənim 2 oğlum var. İkisində də var, yəni üçümüzdə də var. Bu məndə də var. Və çox gec aşkarlamışam əslində bunu. Çox qəribədir ki, yetkinlərdə xüsusən gec aşkarlanır. Çünki məsəl üçün mən şəxsən özüm elədim ki, onu daim bastırırdım. Çox perfeksionist biriyəm və çox perfeksionizmə görə onu daim bastırırdım əslində, amma sonra zaman gördüm ki, yəni yox, bu belə məndə var. Ona görə bu barədə uzun dərin araşdırmalarım var. Ona görə bölüşmək istəyirəm sizinlə. Bəlkə bir neçə şəxs də baxıb özündə bu görərlər. Birincisi ümumiyyətlə demək istəyirəm
istəyirəm ki, biraz ümidsizlik kimi olmasın. Çarəsiz bir xəstə. Bəli. Bu beynin artıq bioloji bir quruluşudur. Yəni bu sindromda bir xəstəlik deyil ki, bu sağalsın, müalicə olunsun. Depressiya, təşviş pozuntuları bunlar xəstəlikdir. Çox rahatdır, bunlar sağalır, amma gec də olsa sağalır. Sağalır. Amma isə bu beynin quruluşudur. Deməli insan bununla yaşayıb öyrəşməyi, uyğunlaşmağı bacarmalıdır. Mən deyərdim ki, müsbət tərəfləri də var və mənfi tərəfləri də var və bu gün öz təcrübələrimdən də, yəni səmimi şəkildə bölüşmək istəyirəm sizinlə ki, daha belə deyə də aydın olsun. İstəmirəm belə hansısa bir terminsel olaraq danışım. Deməli belə deyək. Məsələn, dediyim kimi 2 oğlum var. Bu ADHD dediyimiz və yaxud da rus dilində SDVQ, DHP, hər nə desək adını, bəzilərində diqqətli özünü çox göstərir, bəzilərində hiperaktivlikdə özünü çox göstərir. Məsəl üçün mənim kiçik oğlumda diqqət əksikliyi, dağınıqlığında özünü çox göstərir, böyük oğlumda isə hiperaktivlikdə özünü çox göstərir. Hər ikisi də ola bilər. İkisi də bir ola bilər. Çocuk biri bəzən birində üstünü təşkil edir. Məsəl üçün necə özünü göstərir? Məsəl üçün balaca oğlum Mehdidə müəllimi daim şikayət eləyir, nələrisə unudur məktəbdə, dərslərini qavramaqda çətinlik çəkir və valideynlərə buradan üzümü tuturam. Bu kənardan əslində hiss olunur. Sadəcə qəribəsi budur ki, insanlar niyə bunun gec fərqində olur? Qəbul etməyimi istəmir, bəlkə psixoloji savadsızlıq dediyimiz bir durum mu yaranır? Əgər artıq bir başqası da bunu görürsə, müəllim artıq şikayət eləyirsə ki, məsəl üçün dərs danışanda bu uşağın fikri başqa yerdədir. Bu uşaq öz aləmindədir, öz dünyasındadır və məktəbdə nələrinsə unudur. Məsəl üçün çalışmada ani kiçik səhvlər edir. Çox IQ-ləri yüksəkdir, amma o diqqətə görə kiçik səhvlər edə bilir və buna görə DHP həmişə ciddi şəkildə özgüvən problemi yaşayır. Və hər zaman da depressiya ilə təşvişin arasında gedib gəlir. Yəni orta bir durumdur. Və mən sizə deyim ki, çox zaman tək də olmur. Yəni ola bilməz ki, bir insanda DHP olsun, amma onda eyni zamanda depressiya və təşviş pozuntusu və əlavə yan problemlər olmasın. Mən çox böyük şükür eləyərdim ki, yəni şəxsən mən öz övladlarımda qoruyuram ki, heç olmasa bu olsun. Çünki bu özü yetəri qədər çətin bir problemdir. Özümdən də bilirəm. Daim özünü günahlandırmağa çox meyil olur. Özünü çox tez-tez yetərsiz hesab eləyir. Çünki ertələyir, yarımçıq qalır, tələsir, orada insanlar onu tənqid eləyir. Nə insanlar bu şəxsi anlayır, nə də bu şəxs digər insanları anlayır. Bəli. Həmişə belə bir problem olur və qəribəsi budur ki, mən də həmişə özümün belə qəribə hiss edirdim ki, axı niyə belədir də? Yəni sual həmişə yaranırdı məndə ki, axı niyə də, nə var görəsən də məndə? Niyə mən başqalarından fərqliyəm? Bir də həmişə müqayisə. Bəli, müqayisə və bu mənim özümü yetərsiz hiss etməyimə səbəb olurdu. Çünki başqası dərsi 1-2 dəfə oxuyanda mən onu gərək neçə dəfə oxumağım lazım idi. Və hər zaman suallar ki, niyə və biləndən sonra ki, mən artıq səbəbi budur, yəni belə daşlar yerinə oturdu. İlk belə həzm etməm biraz çətin oldu. Belə ki, başa düşəndə ki, illərdir sən demə mən buna görə çətinlik çəkmişəm, yəni sən demə buna görə. Çətin oldu, amma dediyim kimi artıq mən sizə deyim ki, hətta mənə avantajı var. Mən çünki onu öz lehimə yəni çevirmişəm. Deməli dedik ki, depressiya ilə təşvişin arasından gedib gəlir. Daim özünü yetərsiz və yaxud da günahkar hiss edir, gah məsəl üçün irəli gedir, gah geri gedir və ona görə bu problem bir araşdırmada, bu dəqiq bir araşdırmadır, biraz bəlkə neqativ də olsa bunu paylaşacağam. Deyin. Hətta araşdırmalara görə DHP-si olan şəxslər digər şəxslərə nəzərən daha az yaşayır. Bu 5-10 il arasında hətta dəyişir. Yəni problemin nə qədər ciddi olduğunu anlamalı üçün bunu deyirəm ki, yəni həqiqətən bu cür bəli zaten təşvişlə, bu cür yəni travma ilə ki, bu başqa da ona xəstəliklərə və problemlərə səbəb olur və ona təbii ki, bu səbəb ola bilər, problemə səbəb ola bilər. Hətta o yaşadıkları dövrdə də, yəni belə bir söz deyim ki, yaşayır amma yaşayışı yoxdur, deyimi ilə yaşayır. Bəli. Yəni çox belə deyə də çətindir. İndi sadəcə olaraq şəxslər özündə baxsın. Diqqət dağınıqlığında özünü daha çox göstərir, yoxsa hiperaktivlikdə, hərəkətdə. Hərəkətdə məsəl üçün olanlar necə olur? Məsəl üçün, avtomatik bir insan deyəndə ki, mən 2-3 işdə işləyirəm. Bu artıq məndə şübhə doğurur. Çünki sağlam insan 2-3 peşəm var. 2-3 bir peşəm var. Sağlam əslində bir insan bunu çatdırmaqda, yəni
çatdırmamalıdır. Bilməz əslində. Çatdırmamalıdır. DHP qəribə bir şəkildə bu iki şeyi eləyəcək, amma özünü yenə yetərsiz hiss eləyəcək. Bəli. Məsələ burasındadır ki, və təsəvvür edin, beyin susmur. Beyində o qədər qarışıq fikirlər var ki, hətta mən yatanda belə özümdə yeni bir şey də aşkarlamışam. Mən həmişə yatanda çox fırlanıram o yan bu yana. Nə bilim, ayılıram, oyanıram. Deyirəm, ayılım, mən niyə belə bir rahat yatıb oyanmıram? Sən demə, bu da hətta DHP-nin bir əlamətidir. Yəni hiperaktivlik, yəni yuxuda belə özünü göstərir. Belə bir təcrübə də var idi. Bu yaxınlarda elə sosial şəbəkələrdən birində qabağıma çıxdı. Bir normal insanın gecə yatış forması və bir də DHB-li insanın səhərə qədər çarx çevirir yerin içində. İnsan yuxudan ona görə yorğun oyanır. Bəli, çox belə nümunələr var. Məsəl üçün dərs oxuduqda, üçün DHB mütləq nəsə məşğul olmalıdır. Məsəl üçün mən də eyni zamanda əlimdə, yəni boş dura bilmirəm. Çünki belə bir deyim də var. Deyir ki, DHB-li şəxslər əgər sizi belə diqqətlə dinləyirsə, deməli o sizi dinləmir. Dəqiq sizi dinləmir, bəli. Amma sizi dinləyərək də eyni zamanda burada məsəl üçün nəyləsə belə məşğul olursa, o zaman sizi dinləyir. Yəni bu artıq dediyimiz kimi beynin quruluşudur. Gördüyünüz kimi çox geniş mövzudur. Yəni burdan çox belə deyim danışmaq olar. Sadəcə olaraq əgər artıq bu sizi narahat eləyirsə, aşırı bu çox düşünmək və hiperaktivlik mütləq şəkildə psixiatr. Məsəl üçün mən artıq kiçik oğlumda belə, yəni psixiatra müraciət elədim. Hal-hazırda dərman müalicəsini davam etdirir. Erkən yaşlarında bunun üzərinə düşülərsə daha yaxşı nəticə almaq olar, ən azı korreksiya etmək olar. Çünki iki dənə yol var. DHP ya çox yaradıcı bir insan olacaq, ya da hər hansı bir asılıqdan əziyyət çəkəcək. Bəli. Bunun başqa bir yolu yoxdur. Desəz ki, həlli nədir, necə edə bilərik? Həlli odur ki, disiplin. Xüsusən yəni valideynlərə də sözüm, evladınızda bunu hiss etdikdə çox tutarlı və qərarlı və disiplinli olmağınız lazımdır. Hətta sizə deyim ki, DHP özü belə özünü yaxşı hiss edir disiplinli olduqda. Yəni vaxtında edəndə biz bilirik ki, DHP ciddi şəkildə zaman problemi yaşayır. Şəxsən mən özüm də, yəni bunu çox yaşayıram. Zaman anlayışı fərqli olur bu insanlarda. Yəni bir çox buna görə ya tez vaxtından əvvəl gələcək, ya da ki, belə deyim də gec gələcək. Tutturmada çətinlik çəkir. Məsələn, ona görə mən çox budilniklərlə hər şeyim belə yazılı, vaxtlı qurmağa çalışıram. Çünki mənim beynim mənə oyun oynaya bilir məsələn. 5 dəqiqə bəzən mənə 15 dəqiqə kimi gəlir. Yarım saat vaxtım var, mən deyirəm ki, buna çatdıraram, buna çatdıraram. Sonra oturub deyirəm ki, yox, yəni bu 3 dənə işi bu yarım saata necə çatdırmaq olar? Bir də belə bir şey var. Mən bunu özümdə müşahidə eləmişəm. Bilmirəm bu təşviş pozuntusundan irəli gəlir yoxsa DHB-dən. Deməli, səhər saat 8-dir, məsələn, yuxudan durmuşam və mən 11-də evdən çıxmalıyam. Saat 9-10, 11-in yarısına kimi nə eləsə ya uzanacam, ya telefonla məşğul olacam. O 11-in yarısından 11-dən evdən çıxmaq o məsafəsində işıq sürəti ilə hər şey eləyib stresslə çıxmalıyam. Yəni tipik DHP-nin əlamətidir. Tipik klassik yəni DHP-nin əlamətidir. Bu dediyimiz dolma halıdır. Yəni bunu insan kimi elədi o 2 saat ərzində nə məcburdur? Stupor deyirik biz bunu. Beyin orada stupora düşür. Dolma dediyimiz vəziyyət olur. Yəni sizdə orada beyin donur. Sanki əlaqə oradan gedir. O bir neçə saat var. Orada ona görə dedim ki, orada onlara o 3-4 saat, nə bilim 3-4 dəqiqə kimi gələ bilər və yaxud da bir neçə saat onlara çox gələ bilər. Onu mən oğluma da müşahidə elədim. Hətta ona görə mən artıq eyni şəkildə dərslərini eləməlidir. İndi durub eləyirəm, indi durub dərslərimi eləyirəm, ev tapşırıqlarını eləyirəm. Boş-boş belə prosta heç nə bir şey etmədim. Belə prosta baxırdı. Mən başa düşdüm ki, bu getdi. Burada deyil. Sonra gecədir, 11-dir, 12-dir, mənim dərslərim qalıb. Tez məsəl üçün durdu, qaçıq-qaçıq tez-tez dərslərini elədi və bu şəkildə. Sonra da başlayır özünü günahlandırmağa. Hətta ChatGPT-də belə bir yazısını belə deyə də oxudum ki, ChatGPT-yə soruşur ki, axı mən niyə beləyəm? Həmişə özümə söz verirəm. O sual verir. Həmişə deyir özümə söz verirəm ki, sabahdan vaxtında eləyəcəm. Amma sabah olur, yenə eyni şey. Deməli uşaq bunu özündə bir problem olaraq görür. Bütün uşaqlar hamımız bunu özümüzdə bir problem olaraq görmüşük, özümüzü qınayıb günahlandırmışıq, özümüzə vədlər, sözlər vermişik, amma pozmuşuq. Amma biz başa düşməmişik ki, bu bizim beynimizin quruluşu idi. Və ona görə dolayısı yolu ilə biz artıq özgüvən əskiliyi yaşayırıq. Bəli, ciddi şəkildə özgüvən əksiliyi. Yəni bunu eləmək istəyirik, amma bu DHB imkan vermir. Bəli. Nəticədə mən bunu bacarmadım. O yaşıl yetərsizlik, bacarmadım, günahkarlıq, eyni zamanda təşviş, stress. Bir də belə bir
demeyim, belə bir araşdırma var DHB-lər haqqındakı. Bu cür insanlar partnyor münasibətlərində də hədsiz dərəcədə yəni münasibətə can qoyan, Bəli. ən çox yorulan, ən çox addım atan tərəf olurlar. Bu nədən irəli gəlir? Özlərini sübut eləmək üçün ya necə? Nədən irəli gəlir? Çünki DHB-lər bir növ belə deyək də çox emosional olur. Saf dediyimiz durum var ya, çox saf olur. Təlqinə çox tez düşür. Ona görə bayaq da demək sizə yəni asılılıqlara çox meyillidirlər. Təlqinə çox tez düşdüyü üçün, manipulyasiyalara çox tez düşdüyü üçün və münasibətlərə də çox saf davrandığı üçün bu kimi problemlər yaşaya bilər. DHP təbii ki, onun həm iş həyatına, ailəsi ilə və təbii ki, karyerasına təsir göstərir, mənfi təsir göstərir. Təbii ki, münasibətlərinə də. Ona görə biz DHP-ləri çox zaman tək görə bilirik. Həmin şəxsi yəni anlayacaq bir partnyor olmalıdır. Uyğun bir partnyor olmalıdır. Yəni olmadığı müddətcə o onu həmişə qınayacaq, tənqid eləyəcək. Çünki DHP heç vaxt ortalarda yaşamır həyatı. Tamamilə uclarda yaşayır. Hər bir şey uclarda yaşayır və onu qınayacaq ki, yəni sən niyə beləsən? Niyə tələsirsən? Normal olaraq çünki qarşı tərəf başa düşmür. Başa düşmür. Bu DHP-yə bu şəxs maraqlı gələcək ki, necə olur ki, insan heç bir şey eləmədən belə yaşaya bilər. Hə, yaşaya bilər ümumiyyətlə, yəni. Buna da bu şəxs, həmin şəxsə də DHP qəribə gəlir ki, insan necə belə bu qədər bir neçə işi görməyə belə deyim də çalışa bilər ki, yəni enerji bu qədər ola bilər. Və sizə deyim ki, bəli, hiperaktivlikdə onlarda ciddi şəkildə bir enerji gəlir və eyni zamanda bir neçə işi edə bilirsə, amma onun eyni depressiv fazası da olur ki, orada isə əksinə heç bir DHP özünə qapanır və heç bir şey etmək istəmir. Və bu da təbii ki, qarşı tərəfin onu əgər bilməzsə ki, bu problem var, təbii ki, ciddi problemlərə səbəb ola bilər. Dediyim kimi, biraz diqqət etməlidirlər ki, aşırı fədakar, saf davrana bilirlər. Doktor, bu DHB-ni problem kimi, bir pozuntu kimi qəbul eləmədiyimiz dövrlərdə bizim cəmiyyətin bəzi nənələri, xalaları həmişə yersiz şeylə fəxr eləməyimiz var. Uşaq elə hiperaktivdir. Uşaq belə hiperaktivdir. Əslində başa düşmürlər ki, bu onun gələcəkdə yetkinlik yaşına çatanda tamam başqa bir problemlərini üzə çıxardacaq. Tamam başqa cür həyatına təsir eləyəcək. Ümumiyyətlə bu diqqət əksikliyi hardasa başa düşürük. Daha çox yox, elə 100% beyinlə bağlı olan bir şeydir. Bu hiperaktivlik pozuntusunu idmanla, hər hansısa bir məşğuliyyətlə necəsə həll eləmək mümkündür uşaqlıqdan? Bəli, balanslamaq mümkündür. Yəni biz onu ancaq dediyimiz kimi tam sıfırdan həll edə bilməyəcəyik, amma korreksiyası mümkündür. Ümumiyyətlə çox zaman genetik olduğu bildirilir. Bu problem çox zaman genetikdir və beynin belə sağ və sol yarımkürəsi arasında olan bir əlaqə ilə bağlı olan bir problemdir və burada bəzən dərman mütləq şəkildə ehtiyac olur ki, hansı ki, o əlaqələri, o diqqəti yaxşılaşdıracaq xüsusi dərman vasitələri var. Gəlsək ki, həllinə və həyat tərzinə, həlli təbii ki, psixoterapiya, amma mütləq şəkildə vurğulamaq istəyirəm. Dedim ki, mən bu etapdan çox keçmişəm. Burada artıq mütəxəssis lazımdır. Var bizdə ümumi psixoloq, ümumi uşaq psixoloqu, var sırf bu üzrə. Çünki bunun seansı və uşaqlar üzərində, böyüklər üzərində tamamilə ayrı getməlidir. Məsəl üçün, mən öz evladım belə 20 seans deyək ki, hər hansı bir ümumi psixoloq aparmışam, bunu bilməmişəm öncə. Elə də bir faydası olmadı. Təəssüf ki, bunun mütəxəssisi bizdə çox azdır. Amma araşdırsınlar, belə bir problem bildikdə ümumi psixoloqa yox, sırf bu mütəxəssisi aparsınlar və o artıq o psixoterapiya ilə, xüsusi tapşırıqlar, texnikalarla hansı ki, həll edəcək. Gəlsə həyat tərzində ki, biz bunu necə həll edə bilərik? Təbii ki, dediyim kimi müsbət tərəfləri də var ki, bu insanlar əsasən 2-3 yerdə işləyir, çox yaxşı qazanır. Məsəl üçün, mənim hər sferadan və bu pozuntuda olan pasiyentlərim var. Çox yaxşı qazanırlar. Çox yaxşı irəli gedirlər, uğurlu olurlar. Hətta bir çox məşhurlar, hansı ki, liderlər və biznesmenlər, mən hətta deyərdim ki, bu DHP-dən əziyyət çəkirlər. Amma eyni zamanda bu da onlara hiperaktiv olduğu üçün, yəni çox yaradıcı insan olurlar. Yəni bunu yaradıcılığa çevirə bilsə, ona gələn o xaotik o düşüncələrə nəsə yarada bilsə və bunu sadəcə zaman anlayışında, yəni disiplin məsləhət görülür ki, hər şey vaxtında və bir də təbii ki, mütləq şəkildə idman. Əslində bipolar pozuntu ilə çox oxşar. Çox oxşayır, borderline-la da çox oxşayır. Bir çox problemlər bəli bir-birinə hətta
bir arada ola bilirlər. Bir insanda bir Eyni neçəsi. zamanda dediyimiz kimi DHP-lərdə mütləq təşvişli olur. DHP həmişə təşvişli olur. Xüsusən məsəl üçün qızlarda biz təşvişi daha çox görürük, oğlanlarda isə hiperaktivliyi görürük. Biz qızlara həmişə belə hər şey qaydasında mükəmməl olmalıdır. Ona görə DHP qızlarda özünü, yəni qadınlarda özünü daha çox təşviş fonunda göstərir, oğlanlarda isə belə hiperaktivlik özünü göstərir. Sadəcə olaraq baxın, bu çox ciddi bir şeydir ki, hiperaktivlik. Onlarda anidən partlama ola bilər. Məsəl üçün münasibətlərdən əgər bu davam etsək, cütlüklərdə mən bunu görürəm ki, DHP olan bir kişi, qadında da ola bilər, amma daha çox kişilərdə biz çox görürük, ani partlama edə bilir. Hətta orada şiddət belə göstərə bilir. O bir söz var, tez alışır, tezə sönür. DHP çox tez partlayır, amma çox tezə peşman olur. Unudur da gedir onu. Yəni artıq orada bu real bir qəzəb deyil. Enerjini atma üsuludur. DHP partlamalar yaşayacaq. Sadəcə bu partlamalar ona münasibətində çətinlik yaradacaq. Anidən lapdan impulsiv hərəkətlər, impulsiv davranışlar nələrəsə bu onu edə bilər. Siz inanırsınız, indi deyirsiniz, bu səhnəni mənim gözümün qabağında yaxın ətrafından bir neçə insan canlanır. Bəli, bəli. Hansı ki, əslində onda DHP var. Bəli. Ki, lapdan birdən nələrəsə yol verir. Sonra isə anidən də adını qoya bilmədiyimiz hisslərimizdir əslində. Bəli, sonradan isə peşman olur. Burada təbii ki, dediyimiz kimi həyat tərzi sağlam şəkildə və idman mütləq lazımdır. Diqqət üçün isə biz məsləhət görürük şahmat və yaxud da diqqətinizi bir şeyə verə biləcəksiniz. Bir də mən sizə deyim ki, DHP-lər bilirsiniz də bir şeyə çox fokuslanır. Yəni bir şeyin içinə girdisə girəcək. Və bu əslində yaxşı bir şeydir. Biz həmişə deyirik ki, DHP yarı-yarımçıq qoyacaq, tamam, amma bir şeyə özünü fokuslasın, bir şeyə getsin. Digərləri isə hobi kimi istifadə etsin. Yəni digərlərini hobi kimi edə bilər. Amma çox gözəl olur ki, o bir şeyə çox belə diqqətini, fokusunu verir, çox dərinliyinə gedir. Çox dərinliyinə getməsə problem olmaz. Bir də son olaraq bunu vurğulamaq istəyirəm. Çox geniş mövzu, düşünürəm bunu davamlı növbət dəfə edə bilərik. DHP ilə adi insan arasında bir fərq var ki, normalda beyin bu mexanizmlə işləyir ki, öncə hərəkət, yəni mükafat, sonra isə mükafat. Yəni dopamin işin sonunda ifraz olunur. DHP isə onu əvvəldə almaq istəyir. DHP mükafatı əvvəldə almaq istəyir. Ona görə diqqət vermisiniz, gedir yarıda qoyur. Dopamin azalan kimi, hə. Onun üçün bitib o mövzu. Yəni beynin o sxemi bu insanlarda fərqlidir və biz artıq başa düşməliyik ki, yəni hər ikimiz ən azı dopamin ilk başda olmur və dopamin daimi ola bilməz. Ona görə mənə pasientlərim müraciət edir ki, bu işə başladım, çox böyük də xərc çəkmişdim bu işə və yaxud da nəsə, amma indi artıq həvəsim yoxdur. Bu tamamilə normaldır, bu ola bilər. Bir də DHP-nin perfeksionizmi var, mükəmməliyyətçiliyi var ki, işləri böyüdür, ideal eləməlidir, mükəmməl eləməlidir. İdeal mükəmməl eləmək istədiyi üçün də heç bir şey eləmir. Heç bir şey alınmır. Heç bir şey alınmır. Çünki mükəmməl ola bilməz. Biz bilməliyik ki, ciddi şəkildə bir boşluq hissi də olur. DHP hər zaman burada bir boşluq hiss eləyir. Və heç nəyinə dolmur. Dolmur. Və bəlkə də onu yoxlayır, o axtarışları da, arayışları da məhz ona görədir. Bu işi yoxlayır, yarım qoyur, bunu yoxlayır, yarım qoyur, bunu yoxlayır, yarım qoyur. Hətta hobbiləri belə fərqli hobbilər yoxlayır. Əslində o dopamin arayışıdır. Əslində o dopamin axtarır və onu da artıq o həmişə də ifraz ola bilməyən bir şeydir axı. Xüsusən əgər perfeksionizmə bağlayırsa, təşvişə bağlayırsa, orada onu tamamilə ala bilmir və tamamilə buraxır. Nə məsləhət görürük? Kiçik, xırda addımlar. DHP çox belə xırda belə deyək də, punktual, yəni etap bir həyatını qaydasına qoymalıdır. Bir şeyə fokusunu verməlidir və digərlərdən hobi kimi məşğul olmalıdır. Dopamin axtarmağa arayışına tələsməməlidir. Bəzi zamanlar bu olmaya bilər, amma işi davam etdirməlidir. Çünki davam etmək üçün fərqindəlik olmalıdır. O dopamin də olacaq. Bəli, bunu başa düşmək üçün zaten bir fərqindəlik formalaşdırmalıdır ki, yəni mən bunu eləməliyəm. Çünki sizin sadaladığınız şeylər DHP-nin edə biləcəyi gücdə şeylər deyil. Çox çətindir. Amma əvvəldən, təməldən valideyn bu disiplini qoyarsa, yetişkinləri deyirdim. Bəli, uşaqlıqda bəli, əlbəttə ki, ola bilər, amma yetkinlik çox çətin. Bəli, çox çətin olur, amma dediyimiz kimi biz artıq yetkinik. Özümüz üzərində işləyə bilərik, özümüzü tapa bilərik, özümüzün fərqində ola bilərik. Fərqindəlik çox gözəl bir şeydir sizin dediyiniz kimi ki, fərqində olarsa bunu balanslayıb çox rahat, çox yaxşı da yaşaya bilər. Yəni dediyim kimi bu hansı həyatı qısıtlamır. Əksinə, bunlara diqqət edərsə
özüm və yaxud da belə tanıdığım nə qədər şəxslər var ki, çox gözəl həyatına davam edirlər. Belə. Doktor, çox sağ olun. Çox təşəkkür edirəm. Siz sağ olun. Çox maraqlı mövzularımız oldu. Bəli, Ən əsasda vaxt çox tez keçdi. Bəli, DHB ilə bağlı Məncə ehtiyac var idi buna. Həm ehtiyac var idi, həm də ki insanlarda müəyyən bir anlayış formalaşdırmaq lazımdır ki, yəni bu normal deyil. Ay nənələr, xalalar hiperaktivdir deyib sevinməyin. Keçəcək, gedəcək, yəni keçmir, bəli, keçmir. keçmir. Əksinə daha da ağırlaşır, və daha da başqa problemlər gətirir. Və yetkinlik yaşına çatanda artıq əvvəl bunun qarşısını almaq biraz da olsa asan idisə, artıq böyük vaxtda bu mümkünsüzə yaxın bir şey olur. Çünki artıq oturmuş bir həyat tərzi olur. Bəli. Belə, doktor çox sağ olun, təşəkkür edirəm. Çox təşəkkür edirəm. İnşallah sizinlə yenə bir podkast eləyərik. İnşallah, Məncə mütləq. izləyicilərimiz üçün də maraqlı oldu. Bəli. Dostlar sağ olun. Əgər podkastımızı bəyəndinizsə, like edin, şərh yazın, dostlarınızla bölüşün ki, faydalı olaq. Təşəkkürlər, sağ olun. Təşəkkürlər.